Deyirlər həyat bumerangdır. Yəni etdiyiniz yaxşılıqlar və pisliklər axır əvvəl sizə qayıdır. Bu fikrinlə razısınız? Əlbəttə heç bir şey Allah həvəssiz qoymaz. Pis və yaxşı fərq eləmir. Bəs heç belə bir təcrübəniz olub ki, kiməsə yaxşılıq eləmisiniz, o sizə qayıdıb və ya pislik eləmisiniz, o sizə qayıdıb? Elədim yaxşılığın qarşılığını gözləməmişəm. Yenə də Allaha xatir yaxşılığımı eləmişəm. Pisliyi də gələndə bazardığımız qədər bağışlamağı bacarmışıq. Bəs olubmu ki, heç yaxşılıq eləmisiniz, amma o sizə pislik kimi qayıdıb? Olub. O insanın öz xarakterindən, öz düşüncəsindən, öz dərrakəsindən asılıdır. O zaman bu qayda tam da stabil deyil də, belə deyək. Tam da dəqiq deyil ki, həyat bumerangdır. Bəli, əlbəttə, yəni çünki hər bir həyat tərzi var, hər bir yaşam tərzi var. Heç kim heç kəsi qınaq çəkə bilməz, heç kəsin eyni qaydada ola bilməz. Çünki Allah Taala hərəyə bir ayrıca bir xüsusiyyət, ayrıca bir düşüncələr verib. Yenə də ağıl verib, insan istəsə ağlı idarə edə bilər. Sadəcə çalışmır insanlar, tənbəllik baxımından belə deyək. Bəli, əslində bu fikirlə razıyam. İnsanın hər bir etdiyi yaxşılıq və pisliklər özünə qayıdır. Daha çox yaxşılıqlardan savayı pisliklər insana daha çox qarşı. Bəzən də bu tərsinə bir aspekt cəhətdən yanaşmaq olar ki, insan bəzən yaxşılıqlar etdikdə pisliklərlə də üzləşə bilər. Buna görə də burada bir bumerang prinsipi pozula bilər. Amma ümumiyyətlə həyatı bumerang kimi götürmək olar. Yəni ki, yaxşı insanlar çərçivəsində etdilən yaxşılıqlar da qayıdır. Əgər pis insanlar etdikdə bu prinsip onsuz da pozulur. Yəni bu qədər fikir bildirə bilərəm. Qayıtmağı inanmıram. Yəni həyatda qayıdan bir şey olsaydı, gedənlər bir gün nə vaxtsa qayıdardı. Əgər dairəvi olsaydı hər şey. Qayıtmadığı üçün də yəni həyatı mən bumerang zənn eləmirəm. Hardasa hə, hardasa yox. Etdiyim pislik olmayıb, deməzdim ki, etdiyim bir pislik olub. Amma etdiyim yaxşılıqlar olub. Düzdür, qarşılığı olanı da olub, qarşılığı olmayan da olub. Deyirlər həyat bumerangdır. Yəni etdiyiniz yaxşılıqlar və pisliklər axır əvvəl sizə qayıdır, başqa bir formada. Bu fikrinlə razısınızmı? Biraz düşünülməli sualdır. Məncə qayıdır. Yəni yaxşılıq kimi qayıdır sizə, yoxsa Məncə hə. yəni olub belə təcrübəniz? Olub, çox olub. Yəni necə deyim? Elə vaxt olub ki, burdan bir şey yaxşılıq eləmirsən, heç gözləmədiyin anda məsələn mənə yaxşılıq gəlir. Pislik bilmirəm. Bəlkə özüm bilmədən pislik eləmişəm, amma heç o istəmirəm pislik eləyəm. Çox da pisliklə qarşılaşmamışam. Təbii ki, dini baxışlarım İslam baxışları olduğuna görə və həyatın da bumerang olduğunu yəni mən qəbul edirəm. Yəni mənim başa düşdüyüm qədərinə etdiyimiz bütün yaxşı və pis əməllər bizə qayıdır. Yəni yaxşılıq eləməliyik ki, yaxşılıq görməliyik. Yəni pislik eləməkdən də çəkinməliyik ki, yəni etdiyimiz hər hansı bir pislik nə vaxtsa bizə qayıdacaq. Yəni onların hamısı bu dünyadan mı düşünürsünüz qayıdacaq, yoxsa o qalanı da olacaqmı axirətə? Yəni axirətə qalanı məncə olacaq, təbii ki, İslam nöqteyi nəzərdən yanaşsaq, amma bu dünyada da olacaq, yəni təbii ki, yəni inanmıram ki, bu dünyada yəni axirətə qalmağı %100 yəni, amma bu dünyada təbii ki, yəni hər hansı bir əməllərimizə görə, məsələn bir vaxt görürük ki, hər hansı bir hadisədən, təhlükəli bir hadisədən salamat qalırıq. Baxmayaraq ki, orada yəni həyatımızı itirmək şansımız yəni çox yüksəkdir. Yəni məncə bütün bunları nəzərə alıb, yəni məncə bu dünyada da olur yəni. Bilirsiniz, əslində bu fikri bildirmək üçün, cavab vermək üçün məncə elə erkəndir. Çünki elə indi 19 yaşım var, 2-ci kurs tələbəsiyəm. Hardasa bu sualı bir 40 il, 30 il bundan sonra versəz, hardasa bir uyğun bir cavab verə bilərəm sizə. Amma belə deyə bilərəm ki, dediyinizlə razıyam. Yaxşılıqlar da, pisliklər də qayıdır. Amma belə baxanda həyat ədalətsizdir. Bəzən bütün yaxşılıqlar yaxşılıqla əvəz olunmur. Yəni hər şey bərabər deyil. Olacaq onsuz olur, yəni ki, yaxşılıq eləyim, yaxşılıq görüm, pislik eləyim, pislik eləyim, boş şeylər. Ona qalsan nə qədər belə gözəl yerlərdə olanların çoxu pisdir. Yaxşılıq eləyiblər, görüblər, amma yox. Yox. İnsanın özünə asılıdır da o. Kimə yaxşılıq eləyirsən, o da sənə yaxşılıq eləyir. Yaxşılıq eləyirsən, pislik eləyən də olur. Yəni söhbət o deyil ki, yəni kiməsə yaxşılıq edəcəksiniz, həmin insandan yaxşılıq gözləmək. Yəni həyatda məsələn kiməsə yaxşılıq eləmirsən, amma başqa bir yerdən gözləmədiyiniz anda o yaxşılıq sizə qayıdır. Yəni bununla razısınız? Razıyam ondan. Siz yaxşılıq edirsinizsə kiməsə, onun qarşılığını gözləmədən edirsiniz də. Amma bəzi insanlar da var ki, yaxşılıq eləyir, deyir qarşılıqla gəlsin. Amma elə bir şey deyə yoxdur. Hər insan, heç bir insan ideal deyil də bu həyatda. Həyat bumerangda əslində biraz fəlsəfi və bir o qədər də psixoloji cəhətdən vurğulanan bir faktor kimi xarakterizə olunur. Yəni onunla biz əsaslandıra bilərik ki, bumerang özü də bir alətdir və hər dəfə də geri qayıdır. Biz nə etsək özümüzə qayıdır. Pis və ya yaxşı. Etdiklərimiz hər bir şey düzgün şəkildə etməliyik və hər birisinin xüsusi aspektlə və punktuallıqla eləmək lazımdır. Düzdür,
bəzən bizim reseptorlarımız, hiss reseptorlarımız ona mane olur və qəlb dediyimiz faktor da işlərimizə mane törədir. Amma hər zaman məntiqlə də düşmək lazımdır, bəzən risk etmək lazımdır. Əgər sən bumeranq effekti ilə yaşasan, heç bir iş görməyəcəksən. Çalış, bumeranqı öz istədiyin istiqamətə yönəldə bil. Çünki etdiyin hər bir pislik və yaxşılıq sənin gələcəkdə doğru şəxsiyyət kimi formalaşanına dəlalət edəcək.